Göyçayda şəhid Pərvin Məmmədovun anım mərasimi keçirilib. 2 oktyabr 2025-ci il tarixində Göyçay rayonunun Yeni Arx kəndində Vətən müharibəsi şəhidi Məmmədov Pərvin Rızaoğlu'nun anım günü keçirilib. Tədbir Yeni Arx kənd qəbristanlığında şəhidin məzarı önündə təşkil olunub. Mərasimdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və şəhidin yaxınları iştirak ediblər. Pərvin Məmmədov 1994-cü il 30 mart tarixində Göyçay rayonunun Yeni Arx kəndində anadan olub. Azərbaycan ordusunun giziri kimi Vətən müharibəsində iştirak edən Pərvin Məmmədov 2020-ci il sentyabrın 27-sində başlayan və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatları zamanı Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. O, oktyabrın 2-sində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və doğulduğu Göyçay rayonunda torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Pərvin Məmmədov ölümündən sonra vətən uğrunda cəsur döyüşçü və su qovuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Anım mərasimi çərçivəsində məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər. Qonaqları ən çox təsirləndirən məqam isə qəhrəman şəhidimizin bizlərə əmanət qoyduğu 2 az yaşlı övladının söylədikləri vətənpərvərlik ruhlu şeirlər olub. Allah şəhidimizə rəhmət eləsin, ruhu şad olsun. Etibar Bəşirov, Göyçay naminə.